Bir çox insanlar öz səhvlərini başa düşsəydilər, Allaha tərəf gəlsəydilər və başa düşsəydilər ki, bu İmam Hüseyin, bu adam nə istəyir? Yəni, bunun hədəfi nədir? Bu adamın hədəfi yalnız Allahdır. Yəni, Allah deyir ki, namazı bu cür qıl. Allah deyir, İslamı bu cür apar. Həc bu cürdür. Din bu cürdür. Bu şeyləri bu ortalığa qoyduğu üçün, əsl dini, əsl İslamiyyəti, əsl şəriəti ortalığa qoyduğu üçün Yezid və onun tərəfdarları, yəni Əməvi tayfası onu qəbul etmirdi. Onlar düşünürdü ki, biz özümüzdən bir sistem qoymuşuq ortalığa, Peyğəmbər gətirdiyi dini çox dəyişmişdilər. Ona görə bu faciə baş verdi. Və İmam Hüseyin əleyhissalamın da hədəfi bu idi ki, o Əməvi dövlətinə qarşı çıxmaqla insanlara göstərsin ki, əsl İslam Peyğəmbərin İslamıdır. Az da olsa, dəyərli tamaşaçılar, sizə Kərbəla tarixindən məlumat verdim. Gələn görüşlərədək. Salamat qalın.